Buyurur ki, لا يشغلك رزق مزمون عن عمل مفروض. Buyurur ki, Allah tərəfindən zəmanət edilmiş ruzi, bir şey ki, Allah zəmanət verib, səni vacib işləri icra eləməkdən saxlamasın. Bir cümlə. Deyir ki, bir şey ki, Allah zamindir, sən onu o qədər dərdin, fikrini çəkmə ki, fikrin o qədər istiraba düşmə ki ona görə, sən boynuna vacib işlər gəlir, sən diqqətindən kənarda qalsın. O qədər sən, o deyir, o qədər aram ol, bu ruzidən rahat ol, ona zəmanət verən verib. Rahat ol, oturub rahat olma, işdə, gücdənmə rahat ol, planını cız, deyirən ki, sənlə də, sən zəmanət vermişsən. Çox da fikrini məşğul eləmək, get, başqa işlərlə məşğul olsun, yoxsa sənin fikrin buna məşğul olduqda nə qədər vaciblər keçəcək ki, sən görməyəcəksən. Sənin boynuna gəlib, onu eləmək. Qiyamətdə deyəcəklər, niyə eləmədim? Deyəcək, mən onun hayında deyildim. Deyəcəklər, niyə ruzu dərdini çəkir? Deyəcəklər, Allah zəmanət verməmişdi. Keçən dəfə demək, Ayətullah Behçət deyir ki, uşaq görmürsünüz, deyir, ay Allah, sabah nə yiyəcəm? Ne üçün? Çünki bir ata-anası var. Görmürsünüz, 3 yaşda uşaq, 4 yaşda uşaq sabahın ruzusunun dərdini çəksin, mümkün deyil. Deyir, bizim o uşağın ata-anasına inamı qədər Allah inamımız olsaydı. Fəryad edir Quranda, deyir, mənəm, Rəbbüzəm, hər şeyə qadirəm, sizi sevirəm, yenə də bir sakitləşmir. Kim söz versin bizə ki, biz arxayın olaq? Allah söz verir, deyir, narahat olmayın da mənim əlimdədir hər şey. Biz rahat ola bilmirik.